Bugün Ağcabədi rayondayıq. Biz şəhid ocağında şəhid evinə gəlmişik. O gözəl atanın, o gözəl ananın. Anamız müəllimədir, atamız gözəl bir ilahiçidir. Gözəl şəhidimiz Akif Elşənoğlu'nun il dönümüdür. Evinə gəlmişik. Özümüzə bir xoş bilir bugün. Bu ocağa, bu evə gəldik. Bugün bu ocaqda evdə olanlar özümüzə bir qürur bildik ki, belə gözəl bir evi, belə gözəl bir şəhidimizi, evi tək oğlu olan bir ocaqdayıq. Atəmiyə baş sağla verdik. Allah sizin balanıza rəhmət etsin, şad olsun. Allah sizə səbr versin deyirik. Bugün biz bir qürurla, fəxrlə sizin kimi ananın, atanın huzuruna gələk, ayağına gələk, özümüzə bir qürur bildik. Niyə? Ona görə ki, siz bizim üçün bir qəhrəman ata, qəhrəman anasınız. Siz bizim üçün bir dəyərli bir insanlarsınız. Bugün 22-si 2-ci ay 2026-cı ildir. Akif qardaşımızın il dönümüdür. 6-cı ilidir. Bugün o evdə 6-cı ildir ki, ata-ana təkdir. Onların dərdini özlərindən başqa heç kim bilmir, heç kim də bilə bilməz. Hamımız deyirik ki, dərdi şəhərkən və yalan deyirik. Onu yaşayan, onu hiss edə bilir. Mən ona görə ki, öz atamı, anamdan bilirəm, onu yaşayırlar da. Ona görə də bugün də bir boş bildik. Sizin hüzurunuza gəlməsi, ayağınıza gəlməyə bugün bu qardaşımızın il dönümündə yalnız iş yaşatmaya özümüzə bir qürur veririk. Allah sizə səbir versin, Allah sizə dəyməsin deyirik. Çox sağ ol. Çok sağ ol. Allah sen de güzel kardeşlere Amin. Amin. Sen de Allah Allah səbir versin. Amin. Yani kardeşimizin hakkında olsa acı da bir məlumat verəsiniz, yaxşı olardı. Saat olarsa. Ne məlumat verir? 6 yıldır gözləyirik ki, özü bir məlumat versin, hiçbir məlumat yok. 6 yıl bundan qabaq ne olursa hamı her şeyi bilir. Bildik. Ama da 6 yılda hiçbir məlumatımız yok. Yani onu deməyim kardeş, bir sənlər mənalıdır, açın deyim. Çox yerə gedib gəldik, sonradan deyir ki, gedirsiniz, mesela şəhid çəkisiniz haqqında mesela demirlər, deyirmi, valideyn danışır, valideyn danışmır. Ben deyim de Onun kardeş. üçün. Benim oğlum 2020 yılda yanvar ayının 16'sında hərbi posta xidmət edərkən posta yaxınlaşan təxribatçıları görüb, tək başına silahı götürüb gedib qəhrəmançılıq eləmək. Gedib hansı şəraitdə, nə cür döyüşüb, nə cür şəhid oluğu bir özü bilir, bir Allah bilir. Bəli, yəni bu dövlətimiz tərəfindən təsdiq olunmuş bir şeydir ki, bizim evladımız vətənpərvərlik hissi oyanıb və silahı götürüb tək başına qəhrəmançılıq etmək üçün düşməndən qisas almaq məqsədi ilə sərhəddi tək başına keçib. Ondan sonra nə olub, nə cür döyüşübdür, nə olubdur, onun haqqında bizə başqa bir məlumat verməliyik. Ən önəmlisi odur ki, fəxrlə deyirik ki, bu gün də fəxrlə deyirik ki, fəxrimizdir ki, belə qardaşımız şəhid, vətən olub, tək öz başına şəhid olub, düşmənlərin qarşısını alıb. Allah ona tədir. Gör nə qədər gözəl imanla, kamil verir ki, o özü bu gün, özü burada yoxsa, həm özü ad yaşadı, öz ucağı, öz qüvvəti ilə bizi bu gün sizin huzurunuza, sizin ayağınıza gəldi. Ona görə ki, onun sayəsində bugün biz sizin kimi ata-ananı tanıdıq, ayağınıza gəldik. Bugün də özümüzə bir qoyurla, fəxrlə gəldi, özümüzə böyük bir qurur bildik. Cənə deyim, Allah sizə səbir versin, Allah sizə rəhməsi, Allah sizlərə hər zaman var eləsin ki, siz yaşın balası yaşasın deyirik. Çox sağ ol ki, hər zaman bizi yad edirsən. Həmişə bizim qapımıza gəlmirsən, həmişə bizi yad edirsən. Çox sağ ol, bizi unutmursan. Başdan, mənim borcumdur ki, sizin kimi ananı, ata-ananın huzuruna gəlmək. Niyə? O acını, əzabı mənim anam, atam yaşayır, mən bilirəm, görmüşəm. Allah səbir versin. Ona görə. Sağ ol, var ol. Çox Allah sağ sağ dəymişsin, çox sağ ol. Çok sağ ol. Allah sağ ol.